Mən sizə bu pendiri xüsusi çəkib göstərmək istədim. Səhər yeməyində olduğuna görə və burada insanlar çox olduğuna görə ucadan danışa bilmirəm. Bu pendirə, Yellim pendirinə ancaq Kuzey Kıbrıs Türk Cumhuriyyətində rast gələ bilərsiniz. Qızardılmış Yellim pendiri çox dadlıdır və əgər Kuzey Kıbrıs'a yolunuz düşsə, mütləq bu pendirin dadına baxın. Hətta mən çox istəyərdim ki, Azərbaycanda da Yellim pendirinin satışı olsun. Belə deyim, dadı sözlə ifadə oluna bilməz, dadmaq lazımdır.